Salamlar, mən Malik və bu gün futbol Tenable oynuram part 12. Deyir Mourinho'nun ən çox etdiyi 10 futbolçu. Ronaldo ilə başlayaq. Ronaldo. 8. Terry. John Terry. Carvalho. Ricardo. Carl. %100% ki birdir də, yəni bunun ehtimalı yoxdur. Deyirəm. Alonso. Xabi Alonso 9. Ondan sonra bir də Lampard'ı yoxlayaq. Frank Lampard. 5-3 arasında. Petr Cech dəqiq olmalıdır. Pereira. Bu reklam tapdım axı ki. Dostlar, bir də Drogba'nı fikirləşirəm. Düz ona. Bu nə? O nə tər olur? Drogba niyə 180-dir, bu niyə 151-dir, bu niyə 164-dir? Dostlar, deyəsən burada səhvlik var. Drogba 8-də olmalıdır, ona elə deyim. Amma baxaq da indi gözlə. Orada Drogba nə tər belədir? Smalling. Chris Smalling. Deyirəm də, ya Drogba 8-də fikirləşin. Dostlar, bir dənə yerimiz qaldı. Orada Chelsea'dən deyəcəm. Nemanja Matic. Onsuz da 3 haqqımız var. Babu. Və qələbə. Bəli, inşallah videomu bəyənmisinizdir. Gələn bölüm dostlar, bunu oynayacağıq. Bilmirəm bu nədir. İnşallah videomu bəyənmisinizdir. Sağ olun.